Salam dostlar, kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte Temu'dan aldığım teraryumun kurulumunu edeceğim. Deməli bu balaca hörümçəyin indi ekranda yaxınlaşdırım sizə. Bir teraryuma ihtiyacı var. Gördüğünüz kimi balacadır. İndi qurtu ilə hal-hazırda qidalanır. Görsə tərpənir. Sol tərəfdə divardan belə baxsaz görəcəksiniz. Deməli buna teraryum düzəltmişdim, qardaşlarını falan. Onlar biraz nəm falan problemi çəkdilər. Yəni balaların çoxusu getdi təəssüf ki. Ona görə də məcburi olaraq yeni bir teraryum açmalıyam. Yəni öz düzəltdiyim teraryumlar yaxşı olmur. Plastikdən biraz nəm problemi yaşayır. Deşiklərdən də qaçırlar. İndi jelatinləri soyuram bir-bir. Soyub sonra qurulumuna keçəcəm. Soyanda da belə görürsünüz şüşə kimidir, ağ-bax ayaqla görürsünüz. Deməli indi biraz baxdıqdan sonra qurulumuna belə elədim. Biraz çətindir. Əvvəl 5-6 dəqiqə heç baxmamış düzəltməyə çalışdım. Biraz vaxtım getdi orada. Deməli buralarını keçiririk. Dostlar, bu arada bu mən yaxşı qiymət almışdım. Endirimə düşmüşdü. Yəni bunu tövsiyə edirəm həqiqətən, böyükdür yəni. Böyük heyvanlar üçün, məsələn kərtənkələ, sonra tarantula saxlayanlar üçün ola bilər. Sonra məsələn mantis. Dəvədəlləyi deyirlər onu xalq arasında. Onun üçün uyğun ola bilər. Yəni gözəldir. Əlini tam quraq, bir baxaq axırına. Sizin də xoşunuza gələcək böyük ehtimal. Deməli dostlar, biraz əlləşəndən sonra teraryumu qurdum. Burada da hörümçəyi bura qoydum, görürsünüz kimi əldə yeməyi yeyir. Belə kiçik bir teraryum qoydum ki, içinə yenə bunun içində gəzsin. Çünki böyük teraryumda stresə girə bilər. Bu şəkildə dostlar, belə skate qoydum burada. Belə dostlar, bugünlük bu qədər. Kanalıma like atmayı unutmayın. Sağ olun, salamat.